Salam, hər vaxtınız xeyir. Sizi Riyaziyyat Vaxtı kanalında xoş gördük. Kanala abunə olmağı unutmayın. Bugünlərim mən sizinlə kvadrat kök mövzusuna aid olan müxtəlif misal növlərinə baxacağım. Keçid alaq birinci tapşırığa. Xatırladım ki, tapşırıqları 8-ci sinif dərsliyindən bugün işləyəcəyik. Natural ədədin kvadratına bərabər olan ədədə tam kvadrat ədəd deyilir. 1-dən 100-ə qədər ədədlər arasından tam kvadrat ədədləri seçib yazın. Onların kvadrat kökünü hesablayın. 1'in kvadratı 1 deməkdir. Yəni kök altında 1, 1'ə bərabərdir. 2'nin kvadratı 4 deməkdir. Yəni kök altında 4, 2'yə bərabərdir. 3'ün kvadratı 9'dur. Kök altında 9, 3'ə bərabərdir. 4'ün kvadratı 16 deməkdir. Kök altında 16, 4'ə bərabərdir. 5'in kvadratı 25 deməkdir. Kök altında 25, 5'ə bərabərdir. 6'nın kvadratı 36 edəcək. Kök altı 36, 6'ya bərabərdir. 7'nin kvadratı 49 deməkdir. Kök altında 49, 7'yə bərabərdir. 8'in kvadratı 64'tür. Kök altında 64, 8 olacaq. 9'un kvadratı 81'dir. Kök altında 81, 9'a bərabərdir. 10'un kvadratı 100 edəcək. Kök altında 100, 10'a bərabərdir. Beləliklə biz sizinlə həm kvadratı, həm də kökləri göstərmiş olduq. Görürük ki, onlar öz aralarında bir-birinə əlaqəlidir. Yəni 5'in kvadratını bildiyiniz halda 25'dirsə, demək ki, kök altı 25, onun oturacağı 5'ə bərabər olacaq. Keçid alaq birinci tapşırığın ikinci bəndinə. Birinci tapşırığın cavablarından istifadə etməklə kvadrat kökləri tapın. A variantından başlayaq. Kök altında 0,100'də 1. Əslində, əgər sizin üçün onluq kəsrlərlə işləmək çətindirsə, siz bunu 100'də 1 kimi də yaza bilərsiniz. 1'dən biraz öncə qeyd etdik ki, kök 1 çıxır, 100'dən isə 10. 10'da 1 bizim cavabımızdır və yaxud 0,1 edəcək. B variantına keçid alaq. 0,9. Eyniliklə adi kəsir şəklində də yaza bilərsiniz. Biraz öncə qeyd etdik ki, 3'ün kvadratı 9'dur. Demək ki, kök altında 9, 3 edəcək. 10'un kvadratı 100'dür. Kök altında 100, 10 cavabı verəcək. 0,3 bizim cavabımızdır. C variantı 0,36. Yəni 36'nı sürətli yazıram, məxrəcdə 100. 6'nın kvadratı 36'dır. Demək ki, kök altında 36 bizə 6 cavabı verəcək. Kök altında 100 isə 10 cavabı alacağıq. Bu da 0,6 deməkdir. Keçid alaq D variantına. D variantında kök altında 0,64, yəni %64'ü qeyd etsək, 64 8'in kvadratıdır, 100 10'un kvadratıdır, 0,8 edəcək. E variantına baxaq, 0,81. 81'i sürətlə qeyd edəcəm, məxrəcdə isə 100. 9'un kvadratı 81'dir, onun kvadratı 100'dür. 0,9 bizim yekun cavabımız olacaq. F variantına keçid alaq. Gəlin bunları silim ki, daha səliqəli görünsün lövhəmiz. Demək, E variantında görürük ki, 9'da 1 artıq kəsir şəklində verilib. F variantında 9'un 3'ün kvadratı 9'dur, 1'in kvadratı 1'dir. 25'də 16, 4'ün kvadratı 16'dır, 5'in kvadratı 25'dir. H variantında isə 81'də 64, 8'in kvadratı 64'dür, 9'un kvadratı 81. I variantında 9'da 25, 25 5'in kvadratıdır, 9 3'ün kvadratıdır. Bu da 1 tam 3'də 2 edəcək. K variantında burada qeyd edək, 10'da 7 olacaq, yəni 0,7.
Beləliklə biz sizinlə birinci tapşırığı həll etdik. Keçid alaq növbəti tapşırığa. Keçid alaq ikinci tapşırığa. 101-dən 400-ə qədər ədədlər arasından kvadrat kökü tam ədəd olanları seçib yazın. Yəni biraz öncə biz sizinlə 1-dən 10-a daxil yazdıq. İndi isə artıq 11-in kvadratına baxacağıq. 121 edəcək. Kök altında 121 bizə 11 cavabı verəcək. 12-nin kvadratı 144'dür. Kök altında 144 12 edəcək. 13'ün kvadratı 169'dur. Kök altında 169 13 edəcək. 14'ün kvadratı 196'dır. Kök altında 196 14 cevabı verəcək. 15'in kvadratı 225'dir. Kök altında 225 15 edəcək. 16'nın kvadratı 256'dır. Kök altında 256 16 edəcək. 17'nin kvadratı 289'dur. Kök altında 289 17 edəcək. 18'in kvadratı 324'tür. Kök altında 324 18 edəcək. 19'un kvadratı 361'dir. Kök altında 361 19 edəcək. 20'nin kvadratı 400'dür. Kök altında 400 20 cevabı verəcək. Beləliklə biz sizinlə 11'dən 20'ye daxil olmaqla kvadrat və kökaltı ifadələri qeyd etdik. Keçid alaq ikinci bəndə. Birinci bənddəki və əvvəlki tapşırığın cavablarından istifadə etməklə verilən ədədlərin kvadrat köklərini hesablayın. A variantından başlayaq. 0,10.000-də 121'i əvvəlki kimi yaza bilərəm. 121'i sürətdə, məxrəcdə isə 10.000. 121 11'in kvadratıdır. 10.000 ise 100'ün olacaq. %11 və yaxud 0,11. B variantında 0,10.000'də 225. Yəni eyniliklə sürətdə 225 qeyd edə bilərəm. Məxrəcdə isə 10.000. 225 15'in kvadratıdır. 10.000 ise 100'ün kvadratıdır. 0,15 yekün cevap olacaq. C variantına keçid alaq. 3,24. Yaza bilərəm bunu. 3,24 kimi sizə daha aydın olsun deyə. Bu da %324 deməkdir. 18'in kvadratı 324'tür. 10'un kvadratı ise 100 deməkdir. Yəni 1,8 bizim cevabımız olacaq. D variantında 0,10.000'də 324 göstərilib. Yəni 324'ü sürətdə yazacaq. Məxrəcdə isə 10.000 olaraq göstəriləcək. Sürətdə 18 olacaq. Məxrəcdə isə 100. Yəni 0,18 deməkdir. E variantına baxaq. E variantında 0,10.000'də 256 göstərilib. Yəni 256'nı sürətdə göstərsək, məxrəcdə isə 10.000 olacaq. 256 16'nın kvadratıdır. Burada isə 100 olacaq. 0,16. Beləliklə biz sizinlə ilk tapşırıqları olanlara baxdıq. Gəlin keçid alaq növbətisinə. Üçüncü tapşırıq biraz fərqlidir. Rəngli xanaların yerinə elə ədədlər yazın ki, bərabərliklər doğru olsun. Yəni artıq biz baxmalıyıq ki, 13'ün kvadratı neçə olacaq? 169. Demək ki, kök altında 169 bərabərdir 13'e. B variantında 1,9'un kvadratı olacaq. Çünki kök altında hər hansı bir ifadə artıq buna bərabər olmalıdır. 19'un kvadratını biraz öncə biz yazdıq. 361'dir və demək ki 3'dən %61 olacaq. C variantına keçid alaq. C variantında gördüğünüz kimi biraz fərqli olacaq. Çünki burada biz sizinlə eyni anda dövrü kəsirləri də xatırlamalı olacağıq. Yəni biz burada yadımıza salmalıyıq ki 0,6 dövrdə necə adi kəsirə çevrilir?
Bu 9'da 6 deməkdir. Bu deməkdir ki, siz 9'da 6'nı kvadratda yüksəltməlisiniz. Və yaxud da ixtisar da apara bilərsiniz. Bu 3'də 2'dir. 3'də 2'nin kvadratı 9'da 4 edəcək. Bu deməkdir ki, kök altında 9'da 4 yazılmalıdır. D variantında 5'də 2'nin kvadratı 25'də 4 kök altında yazılmalıdır. E variantında ise 11'də 8'i kvadratda yüksəldirik. Yəni 121'də 64 kök altı ifadədə, yəni boş rəngli xanalarda yazılmalıdır. Keçid alaq 4-cü tapşırığa. Kökün qiymətini tapın. Kök altı ifadədə bizdə qarışıq ədəd verilmişdir. Biz verilmiş qarışıq ədədi düzgün olmayan kəsrə çevirməliyik. 4'ü vururuq 6'ya, 24, üstəgəl 1, 25 yazılır sürətdə. Bundan sonra düşünürük ki, 25 5'in kvadratıdır, 4 2'nin kvadratıdır. Yəni 2 tam 2'də 1 və yaxud 2 tam 10'da 5 kimi qeyd edə bilərik. Eyniliklə B variantına keçid alaq. 1 tam 9'da 7'ni düzgün olmayan kəsrə çeviririk. 1'i vururam 9'a 9, üstəgəl 7, 16 sürətdə qeyd olunur. 16 4'ün kvadratıdır. 9 isə 3'ün kvadratıdır. Bu deməkdir ki, 3'də 4 bizim cavabımızdır. Tam hissəni çıxarırıq. 1 tam 3'də 1 yekün cavab olacaq. Kök altı ifadədə bizdə dövrü kəsr verilib. Dövrü kəsri biz adi kəsrə çevirməliyik. Dövrdə olan rəqəmi sürətdə yazıram. Məxrəcdə isə 1'dən 9 yazılacaq. Çünki dövrdə 1 rəqəm var. 4 2'nin kvadratıdır. 9 isə 3'ün kvadratıdır. Beləliklə biz dövrü kəsri kök altı ifadədən çıxara bildik. Keçid alaq D variantına. D variantında 2 tam 7 dövrdə. Bu deməkdir ki, 2 tam 9'da 7 olacaq. 2 tam 9'da 7'ni düzgün olmayan kəsrə çeviririk. 2'ni vururuq 9'a 18, üstəgəl 7, 25 sürətdə qeyd olunur. Məxrəcdə isə 9 olaraq qalacaq. 25 5'in kvadratıdır, 9 isə 3'ün kvadratıdır. Tam hissəni çıxaraq 1 tam 3'də 2 bizim yekun cavabımız olacaq. 5 tam 9'da 4 verilmiş dövrü kəsri biz qarışıq ədəd şəklində yazdıq. Düzgün olmayan kəsrə çeviririk. 5'i vururuq 9'a, 45 üstəgəl 4, 49 sürətdə yazılır. 9 isə məxrəcdə qalır. 7'nin kvadratı 49'dur. Demək ki, kök altı 49, 7 olacaq. 3'ün kvadratı 9'dur. Demək ki, kök altı 9, 3 edəcək. Tam hissəni çıxarırıq. 2 tam 3'də 1 yekun cavabımız olacaq. Və gəlin keçək 5-ci tapşırığa, cədvəli doldurun. Cədvəli doldurmaq o deməkdir ki, hər bir sütunda olan qiymətləri kök altı A üstəgəl B ifadənin yerinə yazıb hesablamalıyıq. Yəni, birinci sütunda 4 və 32 verilib. Kök altında 4 üstəgəl 32, 36 edəcək. Kök altı 36, 6'nın kvadratı 36 olduğuna görə birinci sütunda 6 cavabı alacağıq. 33 üstəgəl mənfi 8. Kök altında mənfi müsbət bizə mənfi verəcək. 33'dən 8 çıxırsınız. Bu da kök altında 25 deməkdir. Cavab 5 olacaq. Çünki 5'in kvadratı 25'dir. Kök altında mənfi 25 üstəgəl 26. Biz baxırıq ki, mənfi 25 modulda 26'dan kiçik olduğuna görə biz 26'dan 25'i çıxıb böyük ədədin işarəsini saxlayırıq. Bu da kök altında 1 deməkdir. Cavab da 1 olacaq. Keçid alaq növbəti sütuna, cədvəli doldurmağa davam edirik. Kök altında 1, üstəgəl 0 tam %21 edəcək. Bu da 1 tam %21 edəcək. Biraz öncə qeyd etdiyimiz kimi bunu da biz sizinlə %121 kimi qeyd edə bilərik. Yəni cavab 10'da 11 edəcək və yaxud 1 tam 10'da 1 bizim yekun cavabımızdır. Kök altında 2, üstəgəl 0 tam %25. 2 tam %25 bizim cavabımızdır. Yəni, məxrəcdə 100 qeyd edirəm, sürətdə isə 225. Xatırladıram ki, 15'in kvadratı 225'dir. 10'un kvadratı isə 100 deməkdir. Yəni, 1 tam 10'da 5
bizim yekun cavabımızdır. Növbəti üstünə keçək alaq. -2 üstəgəl 11. -2 üstəgəl 11, yəni 11 çıx 2 deməkdir. Bu da kök altında 9. Kök altında 9, 3'ün kvadratı 9 etdiyinə görə cavab 3 edəcək. Keçid alaq növbəti sütuna. Növbəti sütunda verilən qiymətlərdən biri 0,4'dür. Digəri isə üstəgəl 0,9'dur. Topladığımız halda 0,49 cevabı almış olacaq. Yəni %49 kimi də qeyd edə bilərəm. 49 7'nin kvadratıdır. Bunları artıq buradan silək ki, bizə mane olmasın. Və 100 10'un kvadratıdır. Demək ki, yekun cavab 10'da 7 və ya 0,7 kimi qeyd edə bilərik. Növbəti 0,4 üstəgəl -0,4. Mənfi müsbət bizə mənfi verəcək. Yəni 0,4'dən 0,4'ü çıxdığımızda 0,36 qiyməti alacaq. Yəni %36 kimi də qeyd edə bilərəm. 36 6'nın kvadratıdır. 100 isə 10'un kvadratıdır. Yekun cavabımız 0,6 olaraq olacaq. Növbəti 9 üstəgəl 16. 9 üstəgəl 16 kök altında 25. Cavab 5 olacaq. Və sonuncunu gəlin buradan qeyd edeyim. Kök altında 64 üstəgəl 36 kök altında 100 edəcək. 100 də bilirik ki 10'un kvadratıdır. Beləliklə biz sizinlə bugünkü dərsdə kök, kvadrat kök ifadələr, kvadrat kök nə deyilir, kvadrat kökə aid misallara baxdıq. Kvadratla kökün bir-birinə demək ki, kvadrata yüksəldəndə onların bir-birindən asılılığını da göstərmiş olduq. Bugün sizinlə baxdığım tapşırıqlar 8-ci sinif dərsliyindən istifadə olmuşdur. Növbəti dərsdə daha çətin tapşırıqlarla tanış olacağıq və əlbəttə ki, test nümunələri ilə də tanış olacağım. Bugünlük bu qədər. Görüşmək ümidi ilə. Sağ olun.